Qardaş, Kupçalı, Əlimyandı təkliflər kimdə olub həmişəyə? Biraz meydandan uzaq qalmışdıq. Çaqqallar üzü aya uluyurdu da axır vaxtlar. Qayıtmışıq yenə əla təkliflərlə. Başambosu da qazılıb hazır. Birbaşa girirəm bu mövzuya. Hasarın içində 3 sot, xüsusi mülkiyyət, yaşayış məntəqələrinin torpaqları, yəni tikinti təyinatlı torpağın içində yalı tikili. Qiymətimiz indidən deyirəm 25.500 manata. Türkiyədə fövqəladə halların sərhəd qoşunlarının binalarının arxasında. Axirəcən gəlirsən, qəşəng məhəllədir bura. İmam Şamil küçəsi deyirlər. Küçəsini də qeyd edirəm. Axtarın indi makinelər, düşün ələyə. Gəl bura. Baxın bu ev gördüyünüz kimi. Torpağın eni hardasa ondan biraz yuxarıdır da, amma ev hal-hazırda tikilib. Xudmani evdir. Üstün rahat vura bilərsiniz sözünüz. Kupçalıdır, təmiz. Problemsiz. Şəxsi tikili, qoşa divarla, qoşa kubiklə tikilmiş evdir. Fundamentinin betonu, ara kəsmələrə betonlar atılıb. İndi çıxa bilmirik bura, tam göstərənmirik. Otaqlar da gördüyünüz kimi, hamam tualet axırdadır. Bir dənə yataq otağı orada, zal, burada da bir dənə yataq otağı. 3 dənə otaqdır, arxası da bomboşdur. Arxasını da göstərərəm sizə. Gəl bura xeyba. İşıq sayğacı da var, küçədə qaz da var. Kim istəsə, promoy dövlət rüsumu ilə çəkə bilər. Prosta ev tamamlanmalıdır. Qaz çökçükən sonra qoyurlar yeni qaydalara əsasən. Evin üzü niyə görə belə tikilib deyirsinizsə, yəni ümumiyyətlə o evdə var, üzü o tərəfə tikilib də. Yəni gün çıxana tikilən söhbət var da. Burada yaşayanlar, buranın insanlar bilirlər ki, ev üzü hayan tikilməlidir ki, problem olmasın, yağış yağanda, gün çıxanda görsün. Bax o evdə gördüyünüz kimi üzü elə bu tərəfə tikilib, bu ev kimi. Əziz müştərilərim, evimizin qiyməti 25.500 manata, real müştəriyə endirim qaydasında cüzi. Mən real qiymət qoyuram. Bura 30.000 də qoya bilərdik də xeybər. Qoyardıq 30.000, deyərdik 25.000 sonu. Qoyuruq 25.500 manata. Cüzi endirim olur, alırsan evi, Allah xeyri versin. Gir bir də bazarda axtar gör bu qiymətə nə tapırsan. 5 sot torpağı 25.000, 27.000-ə verirlər hasanın içində bu dəqiqə. Qaçırma ya bu fürsət. Özü yaxşı bax. Hələlik.